Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri. Mən Gülşən Əşmova. Bugün sizlərə Azərbaycan dilindən fonetika bölməsindən 20 seçmə sualın izahını təqdim edəcəm. Qeyd edim ki, burada bəzi sözlər var ki, biz fonetikada onları yadda saxlamaqda çətinlik çəkirik. Çalışacağam həm asan formada həmin sözləri sizə təqdim edim, həm də testləri rahat necə həll etmək olar ondan danışım. Gəlin çox vaxt itirməyək. Aşağı hissədə abunə ol işarəsi var. Həmin hissəyə toxunaq, kanala abunə olaq, keçək izaha. Başlayaq birinci sualda. Birinci sualımız maraqlı bir sualdır. Deməli, sözlər verilib, deyir, nöqtələrin yerinə uyğun gələn hərflərin düzgün ardıcıllığı hansı variantda verilib? Aha, bizə düzgün ardıcıllıq lazımdır. Gəlin baxaq. Deməli, bunlar tez-tez testlərdə rast gəldiyimiz, amma yazılışını düzgün bilmədiyimiz sözlər bir növ fəsiləsindəndir. Baxın, günbəz sözü. Gün deyə bir söz var, güm. Gün deyə bir söz yoxdur. Bu sözün yazılışı günbəzdir. Gün sözü ilə yadınızda saxlayın. Ay, gün, bax bu mənada gündən söhbət gedir. Deməli, günbəz sözündə güm yox. Güm deyə bir sözüm olmadığı üçün günbəz sözü günbəzdir. Gün, n şəklində yazılır. Deməli, birinci hərfim olacaq n. İkinciyə baxıram, combine. Bunu necə yadınızda saxlaya bilərsiniz? Məsələn, hansısa bir tutaq ki, sayta daxil olmaq istəyirsiniz. Birinci www işarəsini yazırsınız, nöqtə qoyursunuz, @gmail.com. Bax, com. Bax, o comla yadınızda saxlayın combine-ı. Yəni n deyil, com deyil. Com deyə bir şey yoxdur. Com. Deməli burada m olacaq. Sonra ambar sözü. Ambar sözünün yazılışı anbardır. Yəni biz anlarımızı, yaxşı anlarımızı, xoş anlarımızı yığmışıq ambara. Deməli burada an sözü ilə yadımda saxlayacağam. Burada olacaq n. Sonra qumbara sözü. Bu necə olacaq? Qund sözü var, qun. Qun deyə bir söz yox. Deməli sözüm qumdur, qum. Deməli burada da qumbara olacaq. M gələcək. Sonra lam deyə bir söz var. Xeyr, bu da lampadır, lampa. Lampa, m. Bu da m. Deməli, m. Bu hardadır? B variantında. Doğru cavabım B variantı. Yəni, xüsusən bu sözləri seçmişəm ki, tez-tez testlərdə rast gəlirik. Keçək ikinci suala. Uyğunlaşmaq istəyi birləşməsinin aslı tərəfinin fonetik təhlillə bağlı səhvi müəyyən edin. Məndən səhv istəyir. Baxaram. Həmişə bu hissəni işarələyin ki, biləsiniz ki, hara fokuslanacaqsınız. Birinci nə edirik? Mən sizə fonetika ilə bağlı dərs izahımda öyrətmişdim ki, özündən sonra saitlə başlayan söz və şəkil artırın. Görün, q-ğıya keçirsə, deməli, sait işlənəndə q olacaq. Baxın, uyğunlaşmaq, ğıya keçdi. Gördünüz? Uyğunlaşmaq istəyi. Deməli, gəlin bu sözün tələffüzünü buradan yazaq. Uyğunlaşmaq. Deyəcəksiniz ki, ay müəllim, niyə bu uyğunlaşmaq olmayacaq ki, x olmayacaq ki? Bəli, bu söz əgər ayrılıqda işlənsəydi, biz sait artırıb yoxlayırdıq. Gördüm, sait artırdım, q-ğıya keçdi. Sait artıranda əgər q-ğıya keçirsə, bu söz ayrılıqda uyğunlaşmaq kimi tələffüz olunur. Bəli. X kimi tələffüz olunur. Amma burada bu sözü axı bizə boşuna verməyib. Bunu bizi çaşdırmaq üçün verib. Görə biz çaşaq gələk bunu x kimi götürək, səhv eləyək. Özündən sonra saitlə başlayan söz gəlibsə, x kimi tələffüz olunacaq. Deməli, bu sözümün tələffüzü uyğunlaşmaq bu şəkildədir. Deyilişlə yazış arasında iki fərqli məqam var. Bəli, l n-ya çevrildi, q ğ-ya çevrildi. Bu doğru. Bizə səhv lazımdır. Sonra keçirəm B-yə. Tərkibində 5 cingiltili 2 kar samit işlənib. Xeyr. Niyə xeyr? Baxın, y cingiltili, ğ cingiltili, n cingiltili, n cingiltili, ş kar, m cingiltili, ğ cingiltili. Burada axı bir dənə kar var, 2 dənə yoxdur. Elə səhv olana görə budur. B variantı. Bir də səhv istəyirdim. Keçək 3-ə. Üçüncü sual da maraqlı sualdır. G hərfi ilə yazılır deyilir. Baxın, deyilmir, tələffüz edilir. Yazılır deyir. Digər variantlar da buradadır. Gəlin biz tapaq, sonra varianta baxarıq. Deməli, niskin sözü ç ilə yazılır. Niskin. Miskər sözü g ilə yazılır. Niskil sözü g ilə yazılır. Gicgah sözü də g ilə yazılır. Kəskin ç ilə yazılır.
Müşkül 2 ilə yazılır. Bizə nə lazım idi? C hərfi ilə yazılanlar. Deməli 2, 5, bir də 3. Yəni 2, 3, 5. Gəlin görək hansı variantdadır? 2, 3, 5 D variantındadır. Doğru cavabımız D. Keçək üçüncü suala. Deyir, söz ortasında iki müxtəlif kar samiti yanaşı gəldikdə adətən ikincisi cingirtili tələffüz olunur. Bəli. Aha, bu yəni deyir ki, belə olur. Amma deyir, hansı sıradakı sözlər bu qaydaya aid edilmir? Və müşkül olur, çiciyə çevrilib. Niskin olur, çiciyə çevrilir. Təbii ki, tələffüzündən danışılır, ha. Məxfi olur. Məftil olur. Deməli, dəyişməyən bir dənə B oldu. Məşhur olduğu kimidir. İthaf olduğu kimidir. Yəni, necə yazılır? Elə tələffüz olunur. Cavabımız B. Doğru cavabımız B-dir burada. Keçək digər suala. Aha, bu da maraqlı bir sualdır. Həkimlik hüququ deyir, bu birləşmənin birinci tərəfinin fonetik təhlilindəki doğru fikri seçin. Aha, burada da məndən doğrunu istəyir, yəni düzü. Baxıram. Həkimlik hüququ özündən sonra nə gəlib? Samitlə başlayan söz. Həkimlik hüququ olacaq da, x üstü ştrix olacaq. İh. Yəni bu sözün tələffüzü bax belədir. Həkimlik. Səliqəsiz yazdım, üzrlü sayın. Həkimlik. Bax belədir. İndi bizdən doğrunu istəyir. Deyir, vurğu ikinci hecaya düşür. Xeyr. Niyə xeyr? Həkimlik, müəllimlik və yaxud nə bilim bu qəbilədən olan çox söz. Yəni həkim peşə bildirir də, həkimlik, müəllimlik, dülgərlik, indi və s. Peşə bildirəndə əsasən vurğu sona düşür. Ona görə burada ikinci heca deməli bura olur, həkimə düşür. Səhvdə 2-yə düşmür, sona düşür, 3-ə düşür burada. Deməli bu səhv. Yazıçı tələffüz arasında fərqli məqam yoxdur. Gördüm, bu da səhvdir. Çünki x-ı i-ə çevrildi. Bu da səhv, bunu da silirəm. Saitlərdən ikisi qapalı, biri açıqdır. Bəli. Baxıram ki, ikisi qapalıdır. İ qapalıdır. Deməli açıqdır. Elə düz olan budur da. Doğrunu istəmirdim. Doğru C-dir, C variantı. Deyir, saitlərin ikisi incədir. Bəli, saitlərin səhv deyir. 3 incə, ikisi niyə? 2 dənə i var, bir dənə ə. Ona görə bu da səhv. Samitlərin ikisinin qarşılığı yoxdur. Burada baxıram ki, mən 3-ünün qarşılığı yoxdur. H-nın, M-nın, L-nın. Bu da ona görə səhv. Bizə düz lazım idi, düz də C-dədir. Qeyd edim ki, ümumiyyətcə bəzən deyirlər ki, müəllim, imtahanda suallar hamısı asan da olacaq və ya çətin olacaq, orta olacaq. Bu məsələyə aydınlıq gətirim ki, il-ildən çətin gəlir. Məsələn, o vaxt asan düşən şey bu il daha da mürəkkəbləşmiş formada düşür. Ona görə yaxşı çalışmaq lazımdır, vaxtında çalışmaq lazımdır ki, sonra peşman olmayaq ki, niyə hazırlaşmadıq. Ona görə mütləq mənim kanalıma abunə olun ki, ödənişsiz izahları görəsiniz. Baxın, aşağı hissədə abunə ol işarəsi var. Toxunun, abunə olun ki, izahlar yerləşdiriləndə sizə bildiriş halında gəlsin. Bir də təbii ki, bu xoş oldusa, bəyənin videonu. Bəyənsəz bizə də xoş olar ki, sizlərə faydalı olduğumuzu düşünərik təbii ki. İndi 6-ya baxaq. Verilmiş sözlərdə nöqtələrin yerinə hansı səslər yazılmalıdır? Baxaq. Bulaq başı. Bulaq başı olacaq, deməli, bulaq başı, bulaq x. X şəklində, çünki samit gəlib axı. Deməli, birinci x. Sonra türk tankı, türk 2 olacaq. Çörək ətri sait gəldiyi üçün çörək ətri y olacaq. Deməli, x, ç, bir də y. Baxaq. C variantı. 6-cı sualda da C. Keçək 7-yə. Qocalıq illəri. Deyir, bu birləşmənin birinci tərəfinin təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Səhv istəyir. Baxaq. Qocalıq illəri, qocalıq illəri. Bunun da tələffüzü belə olacaq. Qocalıq. Niyə? Çünki özündən sonra saitlə başlanan söz gəlib. Qığıya keçdim. Baxıram. İndi yazıçıda deyilişi fərqlənir. Bəli, bu düzdür. Bizdən nə istəyir? Yanlışı. Həmişə şərti diqqətli oxuyun. Bunu silirəm. Ahəng qanunu gözlənilmişdir. Baxıram ki, ahəng qanunu gözlənilibmi? Bəli, hamısı qalındır. Bu da düz. Vurğu sonuncaya düşür. Bəli, qocalıqda sona düşür. Bu da düz. 2 cingirtili bir kar samit var. Baxaq. Q cingirtili, C cingirtili, L cingirtili, H cingirtili. Bunların 4'ü də cingirtilidir. Burada heç kar yoxdur ki. Elə səhv olan ona görə budur. D variantı. 7-ci sualda D. Keçək 8-ə.
Paraxod sözünün fonetik təhlilinə aid hansı fikir yanlışdır, yəni səhvdir? Baxaq, birinci sözü tələffüz eləyək. Bu hansı qaydadır? Mən sizə dərs izahında təqdim etmişəm. Paraxod sözü b-d-c-c qaydasıdır. Əgər bu söz tək işlənibsə, d-t-ya çevrilir tələffüzdə. Deməli, bu sözün tələffüzü necə olacaq? Paraxod. Bu şəkildə. Paraxod. Aha, baxıram. Deyir, fonetik təhlilinə aid hansı fikir yanlışdır, yəni səhvdir. Səhv istəyir. Kar samitlə başlayıb, kar samitlə bitir. Pu ilə başlayır, tu ilə bitir. Kardır da, düzdür. Mən sizə kar samitləri asan yadda saxlamağın hansı yolunu öyrətmişdim? Gəlin bir xatırlayaq. Pişik, həftə, bir də sexti. Bu 3 dənə sözlə, üzr istəyirəm, 3 dənə sözlə rahat formada kar samitləri yadınızda saxlaya bilərsiniz. Yəni, qalanlar da cingiltili olacaq da. Baxın, p, kar, t, kar. Gördünüz, karla başladı, karla bitdi. Bax, t da burada var, p da burada var. Yəni, kar samitləri belə asan yadda saxlamaq olar. Aha, deməli bu düz idi. Bunu silirəm. Mənə səhv lazımdır. Samitlərin biri cingiltilidir. Bəli, burada r var. Bir dənə o cingiltilidir. Bu da düz. Mənə yanlış lazımdır. Yazılışı ilə dil işarəsində bir fərqli məqam var. Xeyr, burada o aya çevrildi. B, t-ya. 2 fərqli məqam var. Səhv olan elə budur. C. 8-də C. Keçək 9-a. Hansı sözdəki samit qoşalığında eyni hərflər, eyni səsləri ifadə edir? Baxın, bir də oxuyuram. Eyni hərf, eyni səsi ifadə edir. Görürsünüz? Eyni hərf, eyni səsi. Baxırıq, yenə başa düşmürük ki, nə deyir burada? Burada əslində bizə deyir ki, yəni yazılışı qoşa olsun samitlər. 2 dənə qoşa samit olsun. Amması odur ki, qoşa olsa da hərflər də, səslər də eyni olur. Yəni dəyişmə baş verməsin. Doğru desək, dəyişmə olmasın. Olmasın. Aha. Baxıram ki, vətəndən sözdə vətəndən olur. Dəyişdi. Şəhərli sözündə dəyişdi. Məsələn, həsəddən sözündə həsəddən dəyişdi. T-dıya, buradakı d-tıya çevrildi. Oğlanlar, oğlanlar dəyişdi. Amma 50 sizi 2 dənə qoşa samit var. Özü eyni cinslidir. Eyni hərfi, eyni səsi ifadə elədi. Dəyişmədi. Elə cavabımız olacaq E variantı. Bəli, doğru cavabımız E. Keçək indi 10-cu suala. Eyni səsi ifadə edən müxtəlif hərflər hansı sözdədir? Eyni səsi ifadə eləsin, amma hərflər burada isə müxtəlif olsun. Təbii ki, yalandan sözüdür. Çünki baxın, deyir eyni səsi ifadə edən müxtəlif hərflər hansı sözdədir? Eyni səsi ifadə edir. Bax, n, ikisi də eyni oldu səs etibarilə. Amma yazılışda hərfləri müxtəlifdir. Biri n-dır, biri d. Gördünüz? Yəni, maraqlı testlərdir. Fikir verirsiniz. O bəzən sual verirsiniz, müəllim, necə çətin düşə bilər? Məsələn, bax, belə düşündürücü şeylər düşə bilər. Ona görə çox çalışmaq lazımdır. Doğru cavabımız da oldu A variantı. Aha, keçək 11-ci suala. Yazıldığı kimi tələffüz olunan sözü göstərin. Yəni, necə yazılırsa, deyir, elə tələffüz olunsun. Baxaq, fonetika o aya çevrilir. Bu getdi. Nümunə ilə cavab B-dir. Amonim amonim olur, aya çevirir. Vertolyot vertolyot olur, aya çevirir. Radio ortaya y girir. Bir dənə yazıldığı kimi tələffüz olunan söz nümunə sözüdür. B variantı. Bəli. Bir də əlaqə nömrəmizi sizə xatırladım, yeri gəlmişkən. 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Əgər dərslərimizə qoşulmaq istəyirsinizsə, bizimlə əzbərləmədən sıfırdan hissələr şəklində fonetikanı və digər bölmələri öyrənib imtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə 055 280 59 24 nömrəsinə yaza bilərsiniz. Keçək indi 12-ci suala. Aha, qulaq ağrısı söz birləşməsinin asıl tərəfinin fonetik təhlilinə aid düzgün fikri müəyyənləşdirin. Qulaq ağrısı qığıya çevrildi. Çünki sait gəlib axa. Sait gəldiyi üçün qığıya çevrildi.
Bizdən nə istəyir? Düzgünüm. Deyir, sahitlərin ikisi də qalın dodaqlanan sahitdir. Bizdən hansını istədi? Aslı tərəfin, yəni birinci sözün. Deməli, mənim sözüm belə yazıram bura. Qulaq. Burada aslı söz qulaq sözdür. Qulaq ağrısı birləşməsində. Deyir, sahitlərin ikisi də qalın, dodaqlanan sahitlərdir. Bəli, qalındır, amma dodaqlanan deyil. Nə vaxtdan dodaqlanan olub? Ona görə A getdim. A variantını silirəm. Deyir, sözdə X samitinin cingirtili qarşılığı işlənmişdir. X-nın qarşılığı X-dır. Doğrudur. Bizə nə istəyir? Düzü. Hələ düz istəyirsə, budur B. Deyir, hərf və səs keyfiyyətcə fərqlənmir. Bəli, baxıram ki, səhvdir. Niyə? Kəmiyyətcə desəydi, hə, amma keyfiyyətcə fərqlənir. Keyfiyyət o deməkdir ki, dəyişmə. Dəyişmə olub axı. Ona görə bu da səhvdir. Getdi. Sözdəki samitlərin ikisi cingirtili, biri kardır. Xeyr, burada kar yoxdur. Hamısı cingirtilidir. Q, L, Ğ, hamısı cingirtilidir. Sonra deyir, sözdəki L cingirtilidir, burun samitidir. Böyle L cingirtilidir də. Bəmdəki burun samitidir. Cavab oldu, yox, üzr istəyirəm, burun samiti deyil. L cingirtilidir, amma burun samiti deyil. Ona görə bu da səhvdir. Bizdə deyir, burun samitlərimiz axı M ilə N-dır. Bizə burun deyil. Ona görə cavab oldu burada. Deməli, fonetik təhlilات düzgün istədiyi üçün B variantı. Keçək 13-ə. Sayıqlayan sözünün fonetik təhlillə bağlı düzgün fikir hansıdır? Bizdən nə istəyir? Düzgünü. Baxaq. Deyir sayı, ümumiyyətlə burada bax səhv ayırıb hecalara. Niyə? Ümumiyyət sözü necə yazılırsa, hecalara da yazıldığı kimi bölünür. Tələffüz hecaya aidiyyatı yoxdur. Yəni uzun sözün qısası, heca istəyirsə, yoldaşlar, bax heca istəyirsə, sən buna yazılış əsasən aparırsan. Bu səhvdir. Bizdən düzü istəyir. B-yə baxaq. Yazışı tələffüz arasında iki fərqli məqam var. Sayıqlayan, sayıqlayan. Elə düz olan budur da, sayıqlayan. Q-xıya çevrilir. Buradakı A isə I-ya çevrilir. Sayıqlayan. Sayıqlayan. Cavabımız oldu B. 13-də B. 14-də baxaq. Cümlələrin birində bütün sözlərin yazış və tələffüzü fərqlənir. Bütün sözlərin deyir. Baxaq. Əldən qalan əl. Burada əlli sözü fərqlənmir. Ona görə bunu tez silin. Bax, çıxdaşla öyrədirəm. Tez silin. Qazan dığırlanar, qapağını tapar. Tapar sözü fərqlənmir. Əslində fərqlənir, tapır. Olar, amma burada cümləyə baxırıq da. Bax, qazan sözü də fərqlənmir. Ona görə bu getdi. Olduqca çalışqan şagirddir. Deməli, bizdən nə istəyirdi? Fərqlənsin deyir. Baxıram ki, çalışqan sözü çalışqan olası deyir ki, bu fərqlənmir. Çalışqan sözü fərqlənmir. Ona görə bu da getdi. Qorxan sözü fərqlənmir. Bu da getdi. Cavab qaldı deyir. Sözləri olur söz dəri, lıdıya çevrilir. Eşitdikcə ih olur. Dərindən olur. Fikirləşdim olur. Fərqlənən D-dir. 14-də D. 15-ə baxaq. Tərabətli sözünün fonetik xüsusiyyəti ilə bağlı səhvi göstərin. Sözü tələffüz eləyək də birinci. Ki, bu görək bunun tələffüzü necədir? Tərabətli. Sözün tələffüzü bu şəkildədir. Tərabətli. Baxıram, hərflərlə səslərin sayı eynidir. Bəli, düzdür. Bizdən səhv istəyir. Necə yazılır? Elə də yəni tələffüz olunmasa da l-dıya çevrilsə də, amma artım olmadı da eynidir. Səslərin sayı eynidir. Sayı eynidir. Bəli. Bu düz. Silirəm. Samitlərin ikisi yazıldığından fərqli tələffüz olunur. Baxıram ki, ikisi deyir. İkisi deyil axı. Burada bir dənə l-dıya çevrildi. İkisi niyə ki? Elə səhv olan budur da. B. 15-də B. Səhv istəmirdimi? B-dir. Keçək 16-ya. Sürtkü sözünün fonetik təhlili ilə bağlı düzgün fikri göstərin. Düzgün istəyir bizdən. Baxıram, yazışı deyişi fərqlənmir. Fərqlənir. Sürtkü olur. K-cıya çevrilir. Fərqlənir. Bu səhv. Bizə düzgün lazımdır. Deyir, sözdəki bütün samitlərin qarşılığı var. Baxaq. Burada R var. R-nın qarşılığı yoxdur. Elə bu da səhv. Sözdə iki dodaqlanan incə açıq sahit var. Baxaq. İki dodaqlanan ülər, incədilər. Bəli, incədir ü. Açıqdırmı? Xeyr, qapalıdır axı. Ona görə bu da səhv.
Samitlərin ikisi kar, ikisi cingiltilidir. Baxaq, s kardır. Deməli, s buraya yazaq kar. R cingiltilidir. T kardır. G cingiltilidir. Bəli, ikisi kar, ikisi cingiltili. Cavab olacaq D. Bizə nə isə düzgünü. Düzgünü isə D-dir, bəli. Deyir, bu şəkildə hecaya ayrılır. Axı mən sizə öyrətdim. Heca yazıldığı kimi ayrılır. Bunun yazılışı budur. Sürt, kü. Hecaya belə ayrılmalıydı. Gü bunun tələffüsüdür. Bu onun tələffüsüdür. Tələffüslə hecaya nə zamandan ayrıldılar? Kim ayırıb onu? Səhv eləyib ayırıbsa da. Cavabımız D. Keçək 17-yə. Düzənlik sözündə samitlərin fonetik təhlilə bağlı hansı bəndə səhvə yol verilmişdir? Bu tələffüzün birinci yazaq. Düzənlik olacaq. Düzənlik. Bu formada. İndi nə istəyir bizdən? Səhvə yol veriləni istəyir ki, yəni hansı səhv verilib? Deyir, D cingiltili samitli kar qarşılığı T səsli doğrudur. Z cingiltili samitli kar qarşılığı S-dır, doğrudur. N kar qarşılığı olmayan cingiltili samitli, bəli, doğrudur. L cingiltili samitli kar qarşılığı yoxdur. Bəli, doğrudur, amma bu tezkür səhvdir. Niyə səhvdir? Çünki burada L yoxdur. Tələffüzdə L N-ma keçdi. Ona görə bu səhvdir. Səhv istəmirdimi? Bəli, düzənlik sözündə düzənlik olub tələffüzü. Burada L yoxdur. L yoxdursa sən olmayan samiti necə tələffüz edirsən? Olmayan bir şeyin tələffüzünü necə aparırsan? Cavab ona görə D. 17-də. 18-ə baxaq. Yanlış variantı seçin. Səhv istəyir bizdən. Baxaq. Heca, vurğu, ahəng qanunu yazılışı uyğun apar. Bəli, bayaq da dedim. Heca yazılışdı, vurğu yazılışdı, ahəng qanunu yazılış əsasına aparırıq biz bunu. Bu düz. B samitin qarşılığı yoxdur. Bəli, 4 dənə cingiltili L, M, N, R, bir dənə kar H. Yəni, bu da düzdür, yoxdur. Y-nın kar qarşılığı iş səsidir. Bəli. İsti sözünün tələffüzündə keyfiyyət fərqi var. Bəli, T, D-ya çevrilir. Keyfiyyət o deməkdir ki, səs dəyişir. Bax, yadınızda saxlayın. Keyfiyyət səsin dəyişməsidir. Dəyişmə. Dəyişməsi. Aha. Kəmiyyət isə sayın artıb azalmasıdır. Bu da düzdür. Xəstə sözü xəstə formasında hecalara ayırır. Səhvdir. Axı dedim, biz yazılışı əsasən hecaya ayırırıq. Burada tələffüzə sizə ayırıb. Səhv olduğu üçün eyni işarələdik. Keçək 19-a. Yazılışı düzgün olan sözləri göstərin. Yəni deyir, hansı düzgün yazılıb? Özümüz seçəcəyik. Baxaq. Deməli, dialoq düzdür. Asfalt düzdür. Çəhrayı düzdür. Ətirli, deməli, 1, 4, bizdən nə yazışı düzdür? Babaya olmalıdır. Zəhmətkeş, zəhmətkeş olmalıdır. Ətirli olmalıdır. Cavab qaldı 1, 4, 6 varmı? Heç görək. Bəli, var. C variantı. Doğru cavabımız C variantı. Keçək son olaraq 20-ci sualımıza. Deyir, hansı cərgədəki sözlərin hamısı cingirtili samitlə başlayır, cingirtili samitlə bitir? Aha, cingirti ilə başlasın, cingirti ilə bitsin. Baxıram, ağac sözü ümumiyyətcə saitlə başladı. Bunu tez silirəm. Saitlə başlayanları tez silək. Axı deyir, cingirtili ilə başlasın, cingirti ilə bitsin. Elə saitlə başlayan elə bir dənə A variantıymış. Qalanlarında heç yoxdur. İndi baxıram ki, palıd sözü bıdıcıcı qaydasıdır. D-tıya çevriləcək. Deməli, bu karla bitdi. Bu getdi. Sonra baxıram, ürək sözü ürək olur. Xüstü ştrix. Bu da karla bitdi. Bu da getdi. Baxıram, moruq sözü moruq olacaq. Bu da karla bitdi. Bu da getdi. Cavab qaldı bir dənə B. Müəllim, M ilə başladı, M ilə bitdi, cingirtili. Düşmən, D ilə başladı, N ilə bitdi, cingirtili. Bağban, B ilə başladı, N ilə bitdi, cingirtili. Doğru cavabımız B variantı. Ümumiyyətcə fonetika maraqlı bölmədir, qəşəng bölmədir, amma bir dəfənin işi deyil. Ümumiyyətcə mən sistemli dərslərimdə fonetikanı hissələr şəklində bölüb keçirəm. Onda tələbələr, müdavimlər daha tez mənimsəyir və daha yaxşı yadlarında qalır. Bu suallar seçmə sualları idi. Fonetika üzrə hər bir nüansı qeyd etmişdim. Ümid edirəm ki, izahım faydalı oldu. Xoş oldusa bəyənin, kanala abunə olun. Ən əsaslısı ki, ödənişsiz izahlar sizə bildiriş halında gəlsin və ətrafınızla paylaşın ki,
bu tip izahları tez-tez sizlər üçün yerləşdirək. Əlaqə nömrəmizi də xatırladaq. Bu hissəyə qeyd edək ki, bizimlə əlaqə saxlamaq istəyirsinizsə 055 280 59 24 bu nömrəyə yazaraqdan dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz. Sizlər də əzbərləmədən dərs prosesində dərsi öyrənib testlərə tətbiq edərəkdən imtahanda mükəmməl nəticə əldə edə bilərsiniz. Sağ olun, salamat qalın.